Hər vaxtınız xeyir olsun bizim dəyərli YouTube izləyicilərimiz, Qarabağ sevərlərimiz, Qarabağ azarkeşləri, ümumilikdə bütün futbol sevərlər. Bu dəfəki videomuz Qarabağımızın transferləri haqqında olacaq. Ən yeni transfer xəbərləri ilə sizlərin qarşınızdayıq. İnşallah müəyyən müddətdə canlı yayımda açıb bu xəbərlər haqqında məlumat verəcəyik. Hal-hazırki videomuzda əsas mövzumuz transferlər haqqında sizə məlumat çatdırmaqdır. Ən əsas bir transfer iddiası var. Dušan Tadić Qarabağ yolunda, idman ictimaiyyətində belə xəbərlər dolaşır. Dušan Tadićin Qarabağa gəlməyi haqqında da məlumatı Dušan Tadićin atası da təsdiqləyib. Belə ki, Fenerbahçe'dan ayrılan 36 yaşlı Serbiyalı futbolçu Dušan Tadić Qarabağ klubundan təklif alıb. Bunu Futbol Infoya açıqlamasında təcrübəli oyunçunun atası Petar Tadić təsdiqləyib. Petar Tadić bildirib ki, hazırda tərəflər arasında danışıqlar gedir. Çox maraqlısı da odur ki, Qarabağ Dušan Tadić ilə bağlı xəbərləri təkzib edib. Klubdan verilən məlumata görə Ağdam təmsilçisi Dušan Tadić ilə maraqlanmır. Hələ ki, Qarabağ haqqında, Qarabağ transferi haqqında ən yeni transfer iddiası, transfer xəbəri budur. Daha sonra hamıya məlumdur ki, bütün Qarabağ azarkeşlərinə, Qarabağ sevərlərə məlumdur ki, klubumuzun iki transferi reallaşıb. Pedro Bicalho'dur. Pedro Bicalho Qarabağla müqavilə imzalayıb. Belə ki, klubumuzun yeni mövsüm üçün ikinci transferi reallaşıb. Portuqaliyanın Alverca klubu ilə aparılan danışıqlardan sonra uğurlu bir nəticə əldə olunub. Yarım müdafiəçi Pedro Bicalho heyətimizə, Qarabağ futbol klubuna cəlb olunub. Klubumuzda 24 yaşlı Braziliyalı futbolçu arasında 3+1 formatında müqavilə imzalanıb. Bu hamıya məlumdur. İdman ictimaiyyətində bu haqda məlumatlar verilib. Yarım müdafiəçimiz Qarabağda 35 nömrə ilə çıxış edəcək. Peşəkar karyerasına 2020-ci ildə Cruzeiro'da başlayan Pedro Bicalho bir il sonra Palmeiras'a keçib. 2021-ci ildə bu klub tərkibində Libertadores kubokunun qalibi adını qazanıb. Uğurları budur. Yarım müdafiəçi icarə əsasında Braziliyanın Vitória, Portuqaliyanın Santa Clara və Alverca klublarında çıxış edib. Daha bilirsiniz ki, birinci transferimiz hamıya məlumdur ki, Dani Bolt transferidir. Demək olar ki, komandamız mövsümün ilk transferini etmiş oldu. Klubumuz yeni mövsüm üçün ilk transferini reallaşdırıb. Portuqaliyanın Torrense klubu ilə aparılan danışıqlardan sonra uğurlu bir nəticə əldə olunub. Dani Bolt heyətə cəlb olunub. Klubumuzla 25 yaşlı Braziliyalı futbolçu arasında yenə də 3+1 formatında müqavilə imzalanıb. Sağ cinah müdafiəçisidir. 18 nömrə ilə çıxış edəcək. Daninin son klubu Portuqaliya təmsilçisi Torrense olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu kluba dək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu Fluminense və həmçinin Atletico Paranaense və Vitória və Juventus'un şərəfini qoruyub. Transferlər haqqında hələ ki məlumatlarımız bu qədər. Daha sonra Qarabağımızın bir məlumatda çatdıraq ki, Qarabağımızda U13 komandamız, uşaqlardan ibarət, 13 yaşlı uşaqlardan ibarət komandamız Sozopol Cup 2025-in qalibi olub. Qarabağın U13 komandası Burgas klubu ilə görüşdə 2-0 qələbəni əldə edib. Qollar Kamil Bədirxanlı və Zəfər İbrahim tərəfindən olub. Onu da qeyd edək ki, U13 komandamız Bolqarıstanda keçirilən turnirdə əzmkar çıxış edərək Sozopol Cup 2025-in çempionu olub.
çempionluq adını qazanıb. Belə ki, ümumilikdə transfer və Qarabağımızdakı digər Qarabağımız haqqındakı digər məlumatlar bu qədər. Bu video sizlər üçün, Qarabağ azarkeşlər üçün, Qarabağ sevərlər üçün maraqlı oldusa, bir zəhmət videonu bəyəndim eləyin, paylaşın, kanalımıza abunə olun. Hələlik.